Yayın. Okey. Böyle bir background'umuz var. Mesela üçün bir yazı yazalım. Bunu böyüdürük. Karakter bölməsindən sətirlər arasındakı məsafəni düzəldək. Çox aralıdır. Və dizaynlarınızda da bunlara fikir verin. Yəni sətirlər arasındakı məsafəni artırmaq, hərflər arasındakı məsafəni artırmaq. Yəni bir dənə yazını qoydunuz o şəkildə getməyin. Daxil olun karakterə, baxın görün nə tənzimləmək olar. Ən çox tənzimlənənlər bunlar, bu ikisidir yəni. Bunları da testlər aparın. Müəllim, səs sizdə gəlir? Gəlir. Yox, elə yox. Bayaqlar qəribə bir səs gəldi, ona görə deyirəm belə zil tonu kimi bir Zil anda. Hə. İndi kəsildi amma. yox, hiçbir ses. Yat planetlər var da. İn ola bilər. İndi normaldır, amma Babək, bəzən Babək gəlir. tərəfdə olur yat Bax planet. indi gəlir. İndi gəlir. Hədə gəlib gedirlər də. Yox, qəribə səs gələn gedirəm zil səs kimi. Yox oğlum, mənim qulağıma zil səs gəlmir. Gözləyin gələndə səsin yazıb atacaq sizə. Yox. Okey. Yazımızı yazdı. Bu standart olaraqdır. Avara gəldi. Buradadır. Xoş gəlmişsiniz rəfiqə. Deməli, bu sadəcə şey olur. Aha, rəfiqə mesaj yazdı. Hə, səsi gəlmir, səsi gəlmir. Ancaq mesajdan yazır. Ürəyi partlayır da yəni də. Mən də burada mənə söz atıram ona. Nə qəşəng, nə qəşəng. Yəni, deməli, bu yazımızı yazdı. Bax, bu background. Fikirləşin, bu sadəcə bir backgrounddur. Bu, yəni, class effektlə bir əlaqəsi yoxdur. Sadəcə maraqlı bir vizual görüntü alsın deyə bunu elədik. Bu ikisini seçib birləşdiririk yenə. Convert to Smart Object və rasterə layer elədik. Bir layer halına gətirdik, hansı ki, sadəcə bir backgrounddur bu. Və bunun üzərinə İstədiyiniz bir detal, element, pen tool'la, fiqurla, nə ilə siz çəkə bilərsiniz. Bu sadəcə tətbiq edəcəyimiz glass effekt üçündür. Bir dənə belə qırağından bir dənə belə kvadrat çəkirəm. Strokunu bağlayırıq bunu. İç rəngini veririk. Ağ olması daha məsləhətdir ki, şüşə effektini əldə edə bilək. İstəsək bu ə, qıraqları yumşalda bilərik. Daha da gözəl görsənsin. Solda elə bir. Okey. Normaldır. İdarə edər. Bunu qoyduq buralara. Və bu fiqurumuzu daha doğrusu bu backgroundumuzu kopyalayırıq. Kopyasını qaldırırıq yuxarı. Kopyasını yuxarı qaldırırıq. Yəni bir aşağıda, yuxarıda kopyası olur. Aşağıda orijinal olur. Və həmçinin ortada da çəkdiyimiz fiqur olur. Yuxarıdakı kopyalanmışı inteqrasiya edirik balaca fiqurumuza. Create clip mask. Yəni aşağıya doğru inteqrasiyamızı eləmiş olduq. Bu inteqrasiya onun üçündür ki, biz rahat şəkildə effektlərimizi tətbiq eləyəndə üzə çıxmış olsun bu fiqurumuz. Yəni bu çox önəmli tərəfdir və biz fiqura tətbiq eləməyəcəyik. Bu çəkdiyimiz fiqur var ha. Bu effektləri buna tətbiq eləməyəcəyik. Background, hansı background, hansı layer ki, inteqrasiya eləmişik bu elementə, inteqrasiya elədiyimizə effektlər verəcəyik və iki effektdən istifadə edəcəyik. Blurdan və glass effekti, hazır glass effektindən. İnteqrasiya elədik, fiqurumuzu, backgroundumuzu seçirik. Windows bölməsindən, daha doğrusu filter bölməsindən gəlirik. Blur, Gaussian blur veririk. Və bu blurumuzu oynadırıq. Və blurumuzu oynadırıq, görürük ki, bir fiqurun bluru yaranır. Gördüyünüz kimi. Görürsünüz? İminli effekt biz inteqrasiya elədiyimiz üçün İminli effekt fiqura verilir. Çəkdiyimiz fiqura.
Bunun istədiyimiz kimi şüşə effektini vermiş oluruq. OK deyirik. Hal-hazırda burada bizim şüşəmiz, effektimiz yerindədir. Və buna indi glass effektimizi tətbiq edirik. Filtr. Burada haradaydı bu glass? Adnoise də verək bir balaca. Bu filtr qaleri açılmıyor. Təzədən bunu eləməli olacaq. Çünki burada bizə glass effekt lazımdır və bu filtr gallery açılmıyor burada. Bunun da açılmamanın səbəbi odur ki, biz səhifə yaratmışıq və səhifənin üzərinə background atmışıq. Amma səhifə yaratmadan backgroundumuzu açmalıyıq. Bunun üçün də nə edirik? Bu backgroundumuzu şəkil kimi çıxardırıq. Çünki filtr galeri açılmır ona görə. Standartda səhifə açıb bir background atanda filtr galeri açılmır. Filtr galerinin işləməsi üçün ayrıca bir şəkil kimi çıxmalıdır səhifə. Ona görə biz bunu şəkil kimi çıxardırıq və şəkil kimi açacağıq. Yəni səhifə yaradıb glass effektini verə bilmərik. Effekt tətbiq olunmur onda. Və bunu ayrıca olaraq və bu şəkildə açmalıyıq. Bu şəkildə filtr galeri işləyir. Gördüyünüz kimi. Səhifə yaradıb, üzərinə layerlər, backgroundlar verəndə filtr galeri işləmir o zaman. Bir dənə də variant var. Onu yoxlayım, görüm. Məsəl üçün, bir tək layer kimi saxlasam bunu və rasterize layer eləsəm, onda da mı filtr galeri açılmır? Onda da açılmır. Avtomatik səhifənin açıldığı kimi qələmə verib ona görə. İndi qaldığımız yerdən elə fiqurumuza. Günlər, yad planetlər getdi. Günlər Gedibdir. Gedibdir. Elə bildim apardılar sizi. Yox, burada. Riski səs kəsildi. Deyirəm, aparırlar yəni. Bizdə baş qarışıqdır müəllim, ona görə biraz gec-gec baxıram, amma buradayam, narahat olmayın. Deyirsən, ailəlicə qulaq asırsın, hə? Hə. Deməli, qaldığımız yer. Tam ya qrafik dizayner öyrədirəm. Bəli, qəşəng. Öyrədəndə də adam çox şey öyrənir özü. Eynən. Bu avara buradadır. Buradadır. Deməli, bu kopyalanmış yenidən qaldırdıq yuxarı və sağ düymə basıb inteqrasiya elədik. Həmin prosedur yenidən eləmiş oluruq. Filtr galeriyə görə bunu elədik. Sən də göstərə bilərsiniz hardan girdiniz? Tam yadımda qalmadı. Create clip maskı. Hə. Layer'ı seçirsiniz. Bu yazı hissəsindən sağ düyməyə basıb Create clip mask. İnteqrasiya tərəf. Basırıq. İnteqrasiya. Və buna artıq kopyalanmış şəkil ancaq effektləri verir və o da inteqrasiya edir fiqura və fiqurda o effektlər yaranmış olur avtomatik. Və ilk blurumuzu vermişdik. Qalsın blur. Və biraz noise də veririk. Onu istəsiz də verə bilərsiniz, istəməsiniz verməyə də bilərsiniz. Sadəcə biraz tozluq kimi bir şey yararsın, amma çox az verirsiniz, yəni cüzi. Mən bir şey deyə bilərəm. Bəli, 2 dənə. Kompüter, yəni dərs burada açılı qalsa olar, mən bir dənə aşağıya düşüb gəlsəm. Yoxdur, qutaram. Bir dənə bu glass effektdən başda alıram, sonra gedin. Hə, tamam. Tonqala gedirlər, çünki ona görə deyirəm. Bir dənə glass effekti, bunu bir dənə başda alıram və sonra. Tamam. Deməli, biz bu noise-u azaldırıq. Rəfiqəyə get-gedə oxşuyursunuz, Allahın da olsun. Bu az oturub durun da onu, bloka atın da onu. Silin. Danışmırıq ki. Çox danışmırıq. Düz edirsiniz, Allah düz edirsiniz. Noise-u görürsünüz, biraz verirəm, çox cüzi verirəm. Yəni, çox verəndə də effekti də shit olmuş olur, yəni çox vermək də olmaz. 4 zat verib verə bir şeylər. Bu şəkildə bir şey olur.
Və indi buna Glass-ı tətbiq edirik. Filter Gallery. Bunu bilirsiniz artıq. Buradan biz Glass-ı tapmalıyıq. Glass. Və baxın, şüşə effekti yaranıb. Və distortionu biraz oynadırıq. Tam şüşə effekti filan. Öz ideyanıza görə, zövqünüzə görə onu distortionu oynadaraq şüşə effektinin nə dərəcədə çox olmasını istəyirsiniz. Onu tətbiq edirsiniz. Smooth hissəsi isə sərtlik və yumşaqlıqdır. Fikir verin. Sərtlik və yumşaqlıq tərəfidir. Və məsəl üçün. Okey eləyirik. Və gördüyünüz kimi şüşə effekti yaranmış oldu. İstəsəz biraz opacity-si də burada azalda bilərsiniz. Amma tövsiyə olunmur. Gördüyünüz kimi korlanır. Çünki inteqrasiyamız var. Fiqurun opacity-sini biraz azalda görə. Hə, fiqur opacity azalanda biraz yazıda üzə çıxır. Və bu şəkildə bir şüşə effekti əldə eləmiş olursunuz. Glass effekt. Bunu istədiyiniz kimi yerə tətbiq edə bilərsiniz. Yəni, bu background-un əvəzinə bir portret şəkil də ola bilər, vizual şəkil də ola bilər. Hər hansısa bir müəyyən bir penclə vizuala yığmısınız, orada tətbiq edə bilərsiniz. Ayrıca olaraq da glass effektini yığıb, gətirib posterinizə yerləşdirə bilərsiniz. Yəni, bununla maraqlı bir vizuallar yaratmaq olur. Məsəl üçün, nümunələrə baxaq. Yazırıq ki, Belə glass. eləmək olar ki, ancaq o iki hərfin üstünə düşsün Necə üst-üstə qraflara. bunu götürüb tərpədirsiniz. İkisini birə tərpətməlisiniz. Şey eləməliyik, convert to smart object eləməliyik onu. Dəyişir də, gördüyünüz kimi dəyişir. Hə. İkisini bir yerdə shift-lə bas saxlayıb seçirsiniz, background-dan fiquru və tərpədib hara siz qoya bilərsiniz. Amma o dəyişir də, çünki baxın, bu buralarda biraz fərqli gərsənir. Bura biz tam inteqrasiya elədiyimiz üçün background-dan ahəngdədir. Ora daha uğurlu olur. Tək background olanda amma fərq eləmir də. Yox, fərq eləmir. Ctrl-T ilə böyüdüb balacalaşdırdı bilərsiniz. Gördüyünüz kimi. Amma ora inteqrasiya elədiyimiz üçün artıq ora adaptasiya olana görə öncədən hər şeyi seçib inteqrasiya eləməniz daha məsləhətə uyğundur. Məsələn, bunu silib əvəzinə gedib başqa bir dənə foto götürüb atsaz, tətbiq olmayacaq. Yəni, hər şey sıfırdan bir-bir eləməyə çalışmalısınız. Gedişatdakı blur, biraz add noise və glass effektinin özü yetərli olmuş olur. Əsas da inteqrasiyalara fikir verməlisiniz. İnteqrasiyanı eləməsəz, effektlər uğurlu alınmayacaq. Yəni, hər şeyin yeri yerində eləməyiniz lazımdır. Məsələn, nümunələrə baxaq. Glass effect poster yazaq. Görək nə çıxır. Bunlar heç, bunlar heç. Məsələn, Bəs baxın. bu insan üzünə necə verirlər? Bax, yuxarıda qara Eyni olanları, qaydadır. qara. Eyni qaydadır. Tamam. Sadəcə fiqurunuzu məsəl üçün lay çəkə bilərsiniz. Və fiqurunuzu necə çəksəz, ona verəcək glass effekti o cür yaranmış olacaq. Sonra o digər filter effektlərindən də verə bilərsiniz. Parça-parça puzzle'lar filan olur deyə və onları verə bilərsiniz. O keçmişdi ya. Mozaika zat. Məsələn, onları tətbiq edə bilərsiniz. Onlar hazır effekt. Aha, tamam. Okay. Burada da gördüyünüz kimi. Sadəcə əlavə effekt veriblər. Başa düşdünüz uşaqlar? Bəli. Bəli, bəli. Posterlərimizdə başlayın artıq yavaş-yavaş tətbiq eləməyə. Yəni, ideyalarınızı elə düşünün ki, fikirləşin ki, glass effekt tətbiq eləmək istəyirəm. Hə, glass effektdən necə ideya çıxarda bilərəm? Məsələn, glass effektsiz fikirləşin və ideyanızı fikirləşməyə başlayın o dərəcədə. Ona uyğun. Yəni, oturub sıfırdan fikirləşəndə ideyanızı düşünün ki, glass effektim var, ona uyğun nəsə bir adaptasiya edeyim. Belə şey ağıza gətirir. Və yaxud da ki, tekst effektlərinizdən yadınıza salın. Yəni, nə qədər effektlər bilirsiniz, onları düşünərək ideya fikirləşməyə çalışın. Belə bir yoldan dənin. Okeydir. Bu qədər. Bugün üçün bu qədər. 6-cı gün indi alınsa 3-4 saat dərs keçəcək. Günorta eləsək olar onu?
6-cı Axşama günorta qalmasa. bilmirəm. 6-cı günorta başqa dərs ola bilər, olsun, yəni dəqiq bilmirəm. Tamam. Deyəsən hətta var başqa bir dərs 6-cı gün. Tək siz deyilsiniz də, ona görə müxtəlif günlərə, saatlara sala bilmirəm sizi. Tamam. Onu danışarıq. Amma 6-cı gün axşam %100'dür dərs. Alınsa 3 saat, 4 saat keçərik, olmasa 2 saat keçərik. Başqa da işlər. Bayramınız da mübarək olsun. Gedin, Sağ tonqal. olun, siz də Bahəm. Yaxşı olur. Gedin dincəlin. Bu videonu da göndərirəm sizə. O birisini də yükləyin, bunu da yükləyərsiniz. Tamam, Oldu, çox sağ çox olun. sağ ol. Oldu, sağ olun.